Salam əziz dostlar. PHP proqramlaşdırma dili dərsindəyik yenidən. Bugün mən sizə konstans haqqında məlumat verəcəm. Konstans nədir, necə istifadə olunur? Bunlar haqqında sizə nümunələr üzərində sizə bunları göstərməyə çalışacağım. İlk öncə serveri yandırmaq lazımdır. Mən artıq yandırmışam və sonuncu dəfə dərs 6 PHP üzərində işləyirdik və bunu dərs 7 olaraq dəyişirəm və mən bunun blokunu da açım. Notepad plus açıldı. Açırıq bloknotda dərs 7 olaraq dərs 6-nın içərisindəkidir bu. Və biz konstans funksiyası haqqında göstərəcəyik. Konstans funksiyası nədir? Konstans funksiyası odur ki, hər hansı bir dəyişən yaradırıq. Hansı ki, həmin dəyişəni dollar işarəsi vermək lazım olmayacaq və həmin yaratdığımız dəyişəni skriptin içərisində heç bir halda dəyişdirmək olmaz və dəyişdirmək olmayacaqdır və bu dəyişən qlobal bir dəyişən olacaq və dəyişəni istifadə etmək üçün sadəcə olaraq adını yazmaq lazımdır. Yəni dollar işarəsi falan qoymağa ehtiyac yoxdur. Konstans funksiyasını istifadə etmək üçün define sözünü yazıb mötərizə işarəsi açmaq lazımdır. Mötərizə işarəsini açdıqdan sonra isə ilk öncə dəyişənin adını yazırıq. Məsəl üçün yazaq biz söz, yəni olduğu kimi vergül işarəsi qoyub həmin dəyişənin içərisindəki məlumatı yazırıq. Yazıram salam Azərbaycan və dırnaq işarəsini bağlayırıq. Həmin bu yazdığımız dəyişəni dediyim kimi istifadə etmək istəyirsə sadəcə olaraq adını yazırıq. Yəni dollar işarəsi falan qoymağa ehtiyac yoxdur. Söz yazırıq sadəcə olaraq və onu istifadə edə bilərik. Yaddaşa verdiyimiz zaman gəlin dərs 7 PHP-yə gedək. Dərs 7 PHP. Gördüyünüz kimi salam Azərbaycan yazdı. Və heç bir halda biz bunu dəyişə bilmərik. Yəni biz götürüb bura söz bərabərdir. Məsəl üçün dırnaq işarəsi başqa bir şey yazsaq, yaddaşa yazsaq, burada gördüyünüz kimi parse səhv verdi. Çünki dediyim kimi bunu dəyişdirmək olmaz. Heç bir şəkildə bunu dəyişmək olmaz. Və konstans funksiyasının bir xüsusiyyəti var ki, vergüldən sonra biz üçüncü bir buna parametr verə bilərik ki, üçüncü parametr nədir? Bu konstansın, yəni ki, yazdığımız bu dəyişənin, məsəl üçün söz yazmışıq, sözün böyük kiçik hərflərlə də istifadə olunması. Yəni bu standart olaraq false olur. Yəni false deyəndə, yəni səhv kimi sizə izah etmişdik. Yəni bağlı kimi də bu istifadə olunur. True yazan zaman açıq yəni olur. Bu zaman nə olur? Əgər true yazmış, vergül qoyub bu dəyişənin içərisində yazdığımız məlumatdan sonra bir dənə də vergül qoyub true yazarsaq, bu dəyişəni, yəni sözü biz istədiyimiz kimi yazsaq belə istifadə edə bilərik. Yəni fərqi yoxdur. Böyük hərflərlə də yazmış olsaq belə istifadə edə bilərik. Lakin biz bura true'nu yazmış olmasaydıq, bu standart olaraq yəni false olur. Bağlı olur. Açmaq istəyəndə vergül qoyub true yazmaq lazımdır. Əgər bunu yazmış olmasaydıq, söz yazdıqda artıq bu səhv verir. Yəni sözü ekrana çıxartmış oldu. Lakin bu sözü biz bura söz yazmıyoruz. İstəyirdik ki bu çıxsın. Bunun ekrana çıxması üçün true yazmaq lazımdır. Salam Azərbaycan çıxdı. Və konstans funksiyasının bir özəlliyi də bundadır ki, konstans funksiyası qlobal bir dəyişəndir. Yəni funksiya daxilində yazsaq bu dəyişəni istifadə edə bilərik. Yenə də bura biz yazırıq echo söz yazılıq, funksiyanı bağladıq və funksiyanı çağıraq. Funksiyanı çağırdıq, yenilədik. Gördüyünüz kimi yenə eyni söz burada qalmış oldu. Yəni konstans funksiyası qlobal bir dəyişəndir. Bu qədər konstans funksiyası haqqında sizə məlumat verdim. Növbəti dərsdə görüşənədək.